Təbrik eləyir. Təbrik eləyir. Təbrik eləyir. Mikrofonda sıxılır. Lerikdən telegrama gəlir. Xanış telegrama göndərir. 155 dənə qoyun gətirmişəm. Elşadı ilə təbrik edirəm. Mən fəxr edirəm ki, mənim arvadı prezident öpdür. Hədə göstər kimin arvadı prezident öpdür. O sənin işçilərin var, Ramil Usubov, Eldar Hasanov. Onlar mənə hürmət edirlər. Sağ olsunlar. Şəkillərimizi böyük-böyüşək. Sonra göndər xanışaq. 3 nəfər müharibədə iştirak edirlər. Biri Rus, biri Gürcü, biri də Talış. Mühasirəyə düşürlər. Nemeslər dərdə yarım saatdan deyirlər, Zdavayte züvə əkrojini, Zdavayte züvə əkrojini. Kəş nemeslər vaxtı buranı tutaydı. Biraz keçəndən sonra Rus təzə bilmirsin səngərdən ki, zarroydu mu? Bir dənə bomba atılar, Rus ölür. Yarım saat keçəndən sonra Gürcü çıxır ki, Zastalina bir dənə bomba atılar, Gürcü də ölür. Talış uzanıb səngərdə bilmən neyləsin. Talışdan ayağı olan xanış gibi. Başın yavaş-yavaş çıxardı ki, vəziyyəti örgəsi bir dənə bombatıla Talışda deyir. Mən nə dedim oxunu? Şəkidə hacda deyirlər, Lənkəranda bala müdür. Çox bağımız adamlardan biri olur. Deyir, Sovet hökumətinin vaxtıdır. Oturmuşam Varonejdə dənizin qırağında. Heç Varonejdə dəniz olmuyor. Bir cəmaat qulaq olsun, mən deyim, danışımdır. Bir yıl 3 tane arvad orada söhbət edir. Birinci arvad qayıtdı ki, mən idmançılara xoşduram, onlar sağlam oldu. İkinci arvad qayıtdı, mən hərbiçilərə xoşduram, onlar şux olur. Üçüncü arvad da deyir, qayıtdı, mən indiyeslər xoşduram, onlar cəld olur, ata millatdan döşürlər, nizə atırlar. Balamı deyir, qulaq astım, atlandım bunların qarşısına, deyim, qızlar gəlin tanış olaq. Beynəlxalq idman ustası polkovniki balamı Çınqaçuk. Sovet hökumətinin vaxtıdır, Zağulbada kurortdayam. Telegrama, Balamir, Lənkəran, Sroçunu gedməliyəm də. Gəldim dəmir yolu vağzalına, bu kassaya bilet, o kassaya bilet, bilet var, bilet əldə. Amma Pravanikdə həmişə bilet olur. Yaxınlaşdım Pravanikin olanı dedim ki, bu. Pravanik öçərindən yeməyindən mənə verdi. Lənkəranda qatardan düşürəm, görürəm Pravanik gəlir. Deyirəm, nə isə? Deyir, bağışlayın, siz KGB-də arada işləyirsiniz, Lənkəranda yoxsa Bakıda. Qayıtdım, nə KGB? Deyir, siz Bakıya qatara girəndiniz ki, KGB. Deyir, mən KGB də deyim, mən dedim, bu, Balami bez bilet. Lənkəranda olmayan qonaqların nəzərinə çatdırıram ki, birdən Lənkəranda oldunuz, bazara girməyin, məsləhət deyil. Bazara girməyimizlə, bir dən Lənkəranlı qayıtdı, amma oğlu sana 5 dəqiqə olar. O da mənim deyirsə, səndən başqa adam var bazarda. Bazarda 1000 dəfə adam var, əynimə dəfkimi kostum, İhsan Fəxrəndi kostumu gətir. Bir dən bunu giy, bir dən belə elə, ala bu nədir, həmin oğlan, tanımadı bana bunu. Neçədə sənin eyva lazım, neçədə, Bakıdan gəlməmsən, pulun yoxdur. 2500 manat, ağcaral. İhsan, İranın prezidenti ona görə Haşim Rəfsancanı, əlimi belə elə, büklərində, sənin əynimə də. Sən bizə necəsən, sən bazara gəlsənə, toyuq ağzına. Zəmbil aparsan özündən, toyuq versən zəmbilə, təbi gəlsənə. İstən evizdən toyuq yumurtası, belə olar, dəftərə bu. Balamı da gələm, İtaliyada görəm qabağda biri zəmbilindən gedir, İtaliyada. Düşdüm bundancı, bu gedir, mən görəm, bu gedir, mən görəm. Evə girəni tutdum əlini, deyəm, amma oğlu dedi, nədir? Lənkəranlısan, deyir, nə bildin? Deyir, mən Lənkəranın emblemasını aparsam, mən səni tanımayayım. Zəmbil Lənkəranın emblemasıdır, necə Gədəbəy Kartof Gədəbəyin emblemasıdır. Naxçıvanlar haqqında, necə vəzifələr? Naxçıvan reisi gəldi, düşüb binəyə hava limanına, millət taksiyə, şoför de, harası bu? Vəzifəyə, onlar vəzifəyə. İkidən Naxçıvanın görüşür Bakıda bir-birindən. Belə o biledi, qardaş, var vəziyyət, qor-qoruşur. Bax, fırtına səni tutdular o. Sən də Bakıda yaşayırsan, bizdən başqa Bakıda adam yaşayır. Bir dənə Kürd aynı oyun almışaq üçün bilmiş ol, gəl gir onu verim ağa. Mənə bir qalstuk verim. Hansı rəngindən? Rəngin nə ilə şokun ağzı bağlamaq istəyirəm. Kürd maşını Allah, təzə maşını Allah neyini arabada uşağı yığır maşını, gedir rayonu fırlanır, gəlir kəndin girəcəyində hava qaranlıq, birdən maşının işıqları sönür. Oğlu götür atvorkanın, başlayır maşını qurdalamağa. Atası dinləyinirsən, deyir işıqları düzəldirəm. Bəlkə rayondan xodun alıblar. Sovet hökumətinin vaxtı olur, işıq çəkirlər hər yerə, gəlirlər İsmailiyyə Lajları məhəlləsinə. Görürlər adamlar gəzir burada, Lajların ağsaqqal deyir, bunlar kimdir? Deyirlər, bəs bunlar Sovet hökuməti qurulub, işıq çəkirlər. Deyir, işıq çəkirlər, işığımız vardı, deyir, hanı deyir, o da lampa. Spiçkayı yandırır, bu da bizim işığımız. Deyir, elə yox, Sovet hökuməti qurulub. Ağsaqqal deyir ki, Lajların ağsaqqalı.
Və o necə şeydir, deyir, injinerə göstərir, injiner göstərir, məfsəli şəkildə lampanı bağlayırlar. Ağsaqqal soruşur, və bunun xudu hardandır? İnjiner deyir, xudu Mingəçevirdən. Deyir, istəmirik. Deyir, ne üçün? Hər dəfə gedib xudu verir, Mingəçevirdən gəl. Hazır xud buradadır, spiçkayı yandır, xudu ver. Xod burada, biz burada, hörmətli qonaqlar, bu gözəl gündə iştirak edən hamısını yolla təbrik edirəm. Demək, 20-ci illərdə, 18-20-ci illərdə bizə Türk ordusu kömək edib. Demək, o Azərbaycan hökuməti vaxtı xahiş elə Türk ordusundan bizə kömək edin. Bir 3-4 ay keçir üstündən Azərbaycanın güclü ordusu olur, gəlirlər ordunu yoxlamağa Türk paşaları ilə Məhəmməd Əmin Rəsulzadə hökumətdə Sovet demək adamlar ki, hələ Sovet hökuməti qurulmamışa qədər. Şəkidə ordunun cərgəyə düzülə bir əskər deyirlər, oğlum qabağa yeri görün bu deyir, adın nədir? Deyir, adım Əhmədiyə. Deyir, Əhmədiyə görüm sənin üçün vətən nədir? Deyir, vətən mənim üçün anadır. Deyir, afərin oğlum. İkinci əskərə deyirlər, oğlum qabağa yeri görün bu deyir, adım nədir? Deyir, adım Məmmədiyə. Deyir, Məmmədiyə görüm sənin üçün vətən nədir? Deyir, vətən mənim üçün xaladır. Deyir, elə niyə? Deyir, Əhmədi demək ki, anadır, biz ondan xala oluyor. Əgər onun canı olsa, mənə xala olur. Bir dənə şəkil olur, demək deyirlər ki, sənin zimlətin gəlib. Bu da starik olur da, köhnə əskərlərdən. Tez əskərlər görürlər, komandı düzüb nəsə bunlarla mübahisə edir, bizim dildə spor. Spor dağılandan sonra gəlir, yaxınlaşır, bana da o şəkiliyə ki, bu köhnə əskərlərdən biri şəkili. Deyir, hayırda o komandı, sən nə deyir? Deyir, mənə deyir, polu mıt. Deyir, sən nə dedin? Deyir, mıtmıram. Deyir, əvvəl mən də mıtmırdım, sağ ol mıtdım.